danışdığınızda qulaq asın. İlham Əliyev istəyib ki, Türkiyə mediası vasitəsilə dünyaya mesaj versin. Amma Erdoğan qoymayıb, icazə verməyib. Erdoğan İlham Əliyevi məcbur edib ki, sən Ermənistanla sülh müqaviləsi bağla. Rusun sözü ilə oturub durma, qan tökmə, cəmaatı hədər yerə qırdırma. Mən Türk hərbi bazalarını Azərbaycanda açım, Qarabağda açım və açaramsa, səni Putin'dən də, Fransadan da, Rusiyadan da, Amerikadan da müdafiə edəcəyim. Əliyev deyir, Putin bütün günü məni sıxışdırır, məni qurur, şilləliyir, döyür, məni sıxışdırır. Mən Rusiyadan, həm də Rusiyanın keçi kimi döyürsən, onun yanı çomağına başını eləyir. Neysə, deyir, mən Putinlə də ata bilmirəm, atamdan mənə əzizdir Putin. Rusiyadan atılıyam, Rusiyadan ayrıla bilmərəm və s. Ona görə də Erdoğan Türkiyə jurnalistlərinə müsahibə, yəni İlham Əliyevə Türk mediasında qadağa qoyub Erdoğan. Yəni İlham Əliyev Türk mediasında İlham Əliyevin yayımlanmasına qadağa qoyubdur. Və indi əlbəttə ki, mən bu söz deyəndən sonra indi yəqin ki, o Sokarın, Mokarın, Haber Globalına çıxardacaqlar İlham Əliyevin hansısa danışıqlarındadır, o öz kanallarıdır. Amma o bəlkə də ona da qadağa qoyublar, bilmirəm hələ. Amma Türkiyə mediası artıq İlham Əliyev haqqında qadağanı qəbul edibdir. Ona görə Əliyev Rusiya bir kanalını çağırıbdır. Türkiye'nin acına, Erdoğan acına Rusya'ya bir kanalla müsahibə veribdir və bütün dünyanı hədəliyibdir. Türkiye bazasına Azərbaycanda ehtiyac yoxdur, yanlışdır deyibdir. Çünki Azərbaycanda 5 İsrail, 5 də Rusiyanın gizli bazaları var. İlham Əliyev istəmir ki, Türklər detallı şəkildə bunları bilsinlər, xəbərdar olsunlar. Çünki Türkiye anlayır, bilir ki, İsrailin və Rusiyanın bazaları var. Amma kaç əskəri var, kaç nəyi var, nə bilim, nəyi, kaç silahı, hansı silahlardır, bunları bilir. Bunların bilməsini İlham Əliyev istəmir və İlham Əliyevin ağaları da istəmir. Deməli, dəyərli mətələrim, dəyərli soydaşlarım, ümumilikdə Türkiyə ilə əlaqəni kəsib nə zamansa İrana hərbi müdaxilə olarsa, hansısa o müdaxilə yaxın zamanda olacaq, Əliyev Rusiyanın istəyi ilə İrana dəstək verərək Türkiyəyə qarşı çıxacaq. Bax, əsas məqsəd budur. Ona görə Türkiyədən arayırlar. İkinci, biz Ermənistanla, İlham Əliyev deyib ki, biz Ermənistanla sülh müqaviləsi imzalamağı 15 Martda razılaşmışıq. Sadəcə orada iki maddə şübhəli qaldı, yəni onu uzlaşmamışıq. O maddələrdən biri əsası Ermənistanda Avropa missiyasının olmasıdır. Sərhəd xəttində Ermənistan sərhədi Avropa missiyasının olmasıdır. Onun nə dəxli var? Onun nə dəxli var ki, Avropa missiya Ermənistandadır, sən onun ərazisini tanıyamayacaqsan, tanımaq istəmirsən. Sadəcə o missiya İlham Əliyevin hücumuna maniyyət törədir, Putinin hücumuna maniyyət törədir. Çünki onlar orada baxırlar, izləyirlər cihazlarla. İlham Əliyev hücuma keçərsə, dərhal Azərbaycana ağır sanksiyalar verəcəklər. Bu sanksiyaların Azərbaycana gəlməsi nə Putinə, nə İlham Əliyevə sərf eləmir. Ona görə bax, müharibə gecikibdir. Deməli, Rusiyada çox investisiya, sonra İlham Əliyev deyib ki, Qarabağı Rusiyanın gücü ilə aldıq, Rusiya Qarabağa çox investisiya gözləyib Rusiyadan. Hər şeyə, bütün işləri Rus hərbiçilərinə tapşıracaq. Yadınlarsa, bundan qabaq da bəyanat verilmişdi. İqtisadi sektorun Rusiyaya verilməsi bəyanat. Hətta Əli Kərimli dedi ki, artıq dana saxlamaq, taxıl səpək, yonca səpək, quş saxlamaq, belə şeylər də, törək cücə saxlamaq da əlimizdən aldılar. Tərəvəzi də, meyvə tərəvəzi də əlimizdən aldılar, Ruslara verdilər. Əli Kərimli üsyan elədi, bunu dedi. Bəli, dəyərli həmvətənlərim, artıq Qarabağda hər işi Ruslar görəcək. Bütün zavodlar, fabriklər, yatırım, matırım, hər şey Rus var. Qarabağ artıq İlham Əliyev Qarabağı Ruslara verdi, birbaşa verdi, açıq şəkildə verdi və bunu da bəyan etdi. Yatırım kim qoyursa, ağalığı kim eləyirsə, onundur da, o ərazi onundur, belədir də. Rusiyada pul var, dəyərli vətənəm, Rusiyada pul var, Rusiya yatırım qoysun. Axı Rusiya müharibə eləyir. Deməli, Əsədi Azərbaycana göndərəcəklər. Son dərəcə aldığım dəqiq informasiya görə Bəşər Əsədi Azərbaycana göndərəcəklər. Əsəd Azərbaycanda ya Zirzəmidə bir müddət saxlanılacaq, ya da Azərbaycanda öldürüləcək. Bütün Putin 1 milyon adamın qatili Əsədi Rusiyada saxlamaqla həmin elə öz xalqının qarşısında özünə pis imic yaradır. 1 milyon adamın qatilini sən qoruyursan, saxlayırsan. Hələ o boyda videolar çəkildi. Dünya baxdı Əsədin türmələrinə, dünya dəli oldu, dünya şokdadır. Artıq Əsəd 3-cü ölkəni seçdi deyəcəklər, ya səhhəti ağırdır deyəcəklər və ya yük gəmisində deməli gətirəcəklər Azərbaycana. Bundan əlavə eyni zamanda o boyda Rusiyada 3 dənə ən güclü generaldan birini öldürdü. Ukraynanın Mossad kimi böyük bir güclü təşkilatlar öldürdü və öldürdüyünü də etiraf elədi əziz həmvətənlərim. İsrail Mossadından və ya Ukraynanın Mossadından Əsədi qoruya biləcəkmi? Qoruyamayacaq. Ona görə yük gəmisində Əsədi yük gəmisində Bakıya göndərəcəklər. Uzun illər Putin üçün Bakıda yeraltı bunkerlər tikilibdir.
Bakıdan Rusiyaya birbaşa yeraltı tunel var, maşın tuneli var, eləcə də Xəzər dənizində sualtı gəmilərə, eləcə də hava limanlarına. Deməli, mən bilirəmsə ki, Əsədi Bakıya gətirirlər, yük gəmisində deməli Amerikada bilir. Əziz həmvətənlər. Və həmən İlham Əliyev deyir, Rusiya yatırım eləyəcək Qarabağa, iqtisadiyyata yatırım eləyəcək. Həmən o Əsədin 5 milyardını icazə verib Putin 5 milyardını özündən gətirməyə və Qarabağda Putinə bağlı işlər görüləcək. Nə işləri? O, ballistik nüvə silahların konstruksiyasını yerləşdirəcəklər. Dağların altında raketli bazalar yaradacaqlar. Dağların altında. Əziz həmvətənlərim, onun üçün bir də indi ola bilər narkotik plantasiyaları, ola bilər qızılın fabriki nəyinsə inkişafı üçün, Qarabağın daha da üstün özününkiləşdirilməsi üçün, bir də radioelektron mübarizə metodun sisteminə qul qoya bilərlər və s. və ilə. Əzəmədən bütün hallarda İlham Əliyevi, Bəşər Əsədi İlham Əliyev qoruyacaq. Hani çox deyirdiniz, ay İlham Əliyev, İlham Əliyev çox deyirdin sən. Sənin ətrafındakılar, Ramiz Mehdiyevlər, bəylərlər, İlham Əliyev çox deyirdiniz, müxalifət, Bəşər Əsədin Suriyanın gününə salmaq istəyir. AXCP, Əli Kərimli, Avropadakılar, Azərbaycanı Suriyanın gününə salmaq istəyir. Ay İlham Əliyev, daha Bəşər Əsədi də gətirirsən, ölkəni də hələ qardaş Türkiyə ilə savaşa sürükləyirsən. Daha Azərbaycanı Suriyaya göndərməmiş bu köpək oğlu getməyəcək deyə.